Əziz, dəyərli qardaşlarım, bugünkü cümə vəzimizin mövzusu işçi və müdür arasında olan haqlar. İşçi və işi quran insan, patron deyək, müdür deyək, rəhbər deyək, adını nə qoysaq, toplumun idarəçisi və yaxud da bir işindən asılı olmayaraq sənin maaş verəcəyin insanın idarəsindən söhbət gedir. Bir də işçidən təbii ki. Mövzumuz odur. Çünki bəzən bizə suallar gəlir və yaxud da bəzən qardaşlarımızın fərdi görüşlərimiz olur. Şəxsi həyatlarından bizə dərdlərini paylaşırlar və bizi də təbii ki, ən çox üzən bu tərəfidir ki, dünya malı o qədər şirindir ki, dünya malı o qədər yeyib bitirib ki, bizi ələ alıb ki, bizi fəth eləyib ki, baxırsan ki, namazında, niyazında olan müdür dediğimiz, patron dediğimiz, o idarəçi dediğimiz insanlar heç qul haqqı nədir, diqqət eləməz. Fərqində bəlkə də deyildi, fərqindədir, Allah aləm. Ona görə istədik ki, bu mövzuya müraciət edək. Hər zaman olduğu kimi istəyirik ki, inşallah Quran-ı Kərimdən işığında Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləmin nəsihətləri ilə bu mövzunu işləyək inşallah. Əziz qardaşlar, ayət-i kərimədən başlayaraq inşallah Qasas surəsinin 77-ci ayəsindən Estağfirullah وَابْتَغْ فِيمَا آتَاكَ اللّٰهُ الدَّارَ الْآخِرَةَ وَلَا تَنْسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا وَأَحْسَنِ كَمَا أَحْسَنَ اللّٰهُ إِلَيْكَ وَإِلَى الْآخِرَ ayə Sadaqallahul azim. Bu, qardaşlarım, oxuduğum ayət Qasas surəsinin 77-ci ayətidir ki, bu ayətdə bir neçə mesajlar vardır biz müsəlmanlara, möminlərə. Bilirsiniz ki, Quran-ı Kərim 23 il ərzində inmiş. Quran-ı Kərim bir həyatdır əslində. Quran-ı Kərim bir müsəlmanın, inanan şəxsin bir həyatıdır. Hər bir addımımızda ümumi olaraq vurğuladığı, Quranın təməl olaraq, ümumi olaraq vurğuladığı əmr bir ma'ruf dediyimiz, yaxşılığı əmr edən hökmlər, yol göstəricisi olan ayətlər, nəhi ənil münkər də dediyimiz nədir? Allahın xoşlanmadığı, Allahın rızasına uyğun olmayan əməlləri çəkindirən bir hökmlər vardır, bilirsiniz, Quran-ı Kərimdə. Ona görə Quran həyatdır. Quran bizim həyatımız olmalıdır və eynən də bu ayət-i kərimədə də bizə mesajlar var. Allah Azze və Cəllə bu oxuduğum ayətdə nə deyir? Deyir ki, Allahın sənə verdikləri ilə Allah yolunda infaq edərək axirət yurdunu istə. Allahın verdikləri də artıq hər bir insan bilməlidir ki, sən nə qədər mülk sahibi olursansa ol, birinci növbədə onu bilməlisən ki, bunu sənə Allah veribdir. İstəyir babandan qalsın, istəyir babandan da əvvəlki nəsildən qalsın. Bunu Allah vermişdir, amma bunun bir hikməti vardır. Ona az vermişdir, sənə çox vermişdir. Sən üstün insansanmı? Xeyr. Sən seçilmisənmi? Xeyr. İmtihandır. Allah səni imtihan eləmək üçün vermişdir. Bunu unutmamaq lazımdır. Və bir də verdiklərindən deyir, axirət yurdundan, Allahın sənə verdiyini səni yolundan çıxartmasın, səni azdırmasın. Axirətini də unutma. Ayət davam edir. Dünyadakı nəsibini də unutma. Allahın sənə yaxşılıq etdiyi kimi sən də yaxşılıq et və yer üzündə fitnə, fəsad törətməyi düşünmə. Allah sənə bunu ikram etmiş, sənə vermiş, sən də o ikramdan ətrafında insanlara, müsəlmanlara paylaş. Allah burada birbaşa xatırladır. Səni verdiyimdən məni xatırla və insanlara onu paylaş. Davam edir. Şübhəsiz ki, Allah fitnə, fəsad törədənləri sevməz. Və fitnə, fəsad törətməməyi də Allah təşviq edir. Bir nəsiyyət verir ki, ey qulum bunu da etmə. İndi
Bəzən insanlar bilirsiniz ki, dünyanın en büyük imtihanı puldur. Dünyanın en büyük imtihanı puldur. Pul güzel bir şeydir, para güzel bir şeydir ama cibde olarsa. O ki qəlbə girdi mi, səni də pis günə qoyacaq. Şəxsiyyəti də, özü də, ətrafda. Ona görə nə demişlər? Pulu qazanma asadlığı yer gəlir, amma xərcləmək çətindir. Çünki nəfis heç vaxt sənə, sən Allah dostu ol, sözünü deməyəcək sənə. Övliyə ol, sən o sözü deməyəcək nəfis. Nəfis şımarıq bir varlıqdır. Nəfis şımarıq bir varlıqdır. O da bir varlıqdır içimizdə. İçimizdə başqa biri var yəni. O da nəfis dediyimiz. Heç vaxt o, yəni o səndən elə bir candır. Səndən bir torpağa geçəcəkdir. Yəni bu biyolojik vücudun, bədənin öldüsə, o da öləcəkdir. Mümkün deyil yoxsa. Nə qədər ki yaşayırsan, bu biyolojik və sənin bədənin varsa, o da yaşayacaqdır. Mümkün deyil. Ona görə bu dünyanın ən böyük imtihanlarından biri paradır, puldur. Nə deyir? Hədis şəriflərdə Adəm övladının deyir, bir malı olarsa ikincisini istəyər. İkincisi olarsa üçüncüsünü istəyər və davam eləyər. Sonu olmayan istəklər insana aiddir. Yeganə deyir, Adəm övladındır, gözünün yanında torpaq doydurar. Torpaq dediğimiz nedir? Öləndə insan atırsan üstüne, hamı torpaq atır. Çünkü orada artık dünyadan vazgeçir. Çünkü gözün karşısında perde açılır axı. Səkaratul mövt dediğimiz o ölüm anı gələndə artık həqiqətləri insan görür. Ki bu dünyada nə qədər mən yersiz insanların xətrinə dəymişəm. Mən nə qədər çaba göstərmişəm, həyacanlanmışam, mən bu oldu, bu olmadı. Dünya həqiqətən nə qədər aldadıcı bir yereymiş. İnsan deyəcəkdir, amma gec olmamış ayrılmaq lazımdır. Heç bir insan olmayacaq ki, kaş deməsin. Bir hak dostunun, Allah dostunun kəlməsidir. Sıradan bir insan değil, Müslümandan getmir. Yəni, haqqa, hüquqa, qul haqqına, gecesini gündüzünü zikr eden, canıyla, malıyla Allah yoluna çalışan insanın sözdür bu. O kəs olmayacaq ki, kaş deməsin. Kaş bunu edərdim. Ahirət günü. Kaş bunu edib, biraz da çox edərdim. Çünki Allah'ın ikramı böyüktür. Allah'ın əzabı da vardır, Allah'ın lütfu da vardır. Onu unutmamaq lazımdır. Zuhruf suresinin 32. ayəsində Rəbbinin mərhəmətini onlar mı bölüşdürürlər? Onların dünya həyatındakı dolanışıqlarını aralarında biz bölüşdürürük. Bir-birlərinə iş gördürsünlər deyə onlardan bəzilərini zənginlik dərəcəsi etibarilə digərlərindən üstün etdik. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha xeylidir. Apaçıq Allah Azze və Cəllə buyurur ki, ey qulum, nə özünü öldürürsən, nə mən deyirsən. Hər şeyi verən Allah'tır, alan Allah'tır. İndi əziz qardaşlar, bu ayətləri niyə söylədik? Bir insan olarak, bir qul olarak fərqində olağın. Yəni, bu ayətlərdən başladık ki, yəni fərqində olağın. Verən də odur, alan da odur. Mülkün sahibi odur. Bunu unutmamaq lazımdır. Bunu mütləq və mütləq, hətta en güzel haldır ki, ne güzel haldır ki o, sen kiməsə verdiğin zaman bile təşəkkür gözləmə hətta. Əlbəttə ki, alan insan mütləq təşəkkür eləməlidir. Çünki hədis şərif var. Qula təşəkkür edə bilməyən Allah'a şükür edə bilməz. Alan insandan söhbət gedir. Amma verən insan Allah verdi, həmd olsun. Mən sadəcə bir vasitəyəm. Sən Allah verdi bunu. Bax, çox gözəl bir eğitimdir bu, tərbiyədir. Çox gözəl bir tərbiyədir ki, deyəsən ki, yox, mənlik deyil. Mən sadəcə olaraq bir əmanətçiyəm. Sən Allah verdi bunu. Nə xoş ki, mənə vəsilə elədir.
Bax, bunu demək. Çünki insanı kibirdən uzaqlaşdırır. Səni tərbiyə edir bu. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm, indi bu artıq işçi məsələsinə gidirik, bu hədislərə. Əsas mövzumuz. Heç kimsə əlinin əməyindən daha xeyli bir yemək yeməmişdir. Allahın nəbisi Davud aleyhisselam da öz əlinin əməyindən yeyərdi. Və Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm Buxar hədisində misal verir. Yəni Davud aleyhisselam da misal verir. Davud aleyhisselam bilirsiniz ki, Allah Resulü sallallahu aleyhi ve sellem dəfələrlə hədis-i şərifdə misal verir. Onun səsiyle, Davudu səsliyə, onun zikriyle və bilirsiniz ki, ilk zirehi düzəldən Davud aleyhisselam olur. Yəni dəmirdən zirehi. Və öz əlinin əməyi ilə özünü dolandıran, maddi olaraq dolandıran bir peyğəmbər. Onu misal verir. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellem. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem bilirsiniz ki, o da öz əlinin əməyi ilə, yəni tüccarlıqla məşğul olur. Yəni ticarətlə, öz əmisi ilə çalışıb, yəni Peyğəmbər olmasına baxmayaraq. Yəni, mən Peyğəmbərəm deyib, gətirin mənə, mən yiyəcəm deyə elə bir şey olmuyor. Ona gələn qənimət malları hamısını paylamış. Hətta məşhur bir hədisdir ki, Ayşə anamız radiyallahu anhə deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem bir gecəsində yata bilmir, qalxır, ey Allahın Resulü, nə olmuş deyir, deyir, gözümə deyir, yuxu getmədi. Qənimət malından bir mal qalmışdı deyir, onu verim sonra gəlim deyir. Bax, ən gözəl örnəkdir. Əl-ləzi cəmə'ə mələ və əddədə. O başda başlayır, vaylulli kulli huməzətil luməzə. Vaylulli kəlməsi vay onların halına, vay onun halına. O kəlməsi davam edir. Vay kəlməsi və ikinci ayətdə nədir? Əl-ləzi cəmə'ə mələ və əddədə. Vay o cəm edənlərin yığırlar, nəsildən nəsilə bəlkə 10 nəsil yığıb, yenə gözlər doymur. Gözlər doymaq bilmir. Hələ Allah aləm, o yığdıqların içində nə qul haqları var. Vay, vay, vay. Yəni, bədbaxt qullardır bunlar, bu qullar. Allah bizi hesabını verə bilməyəcəyimiz maldan uzaq eləsin. İnan ki, cəhənnəmlikdir. Ateşdir, ateş. Hətta bəzən bunu kimlərəsə şamil olaraq söyləmirəm təbii ki. Ümumi olaraq vazımız bilirsiniz ki, ümmət üçündür. Bəzi insanlar görürük. Əlbəttə, ayət-kərimədə Allah Azza və Cəllə sədəqə mövzusunda, zəkat mövzusunda deyir ki, Allahın elə qulları var ki, deyir, onlar deyir, heç kimə əl açmazlar. Allahın elə qulları var. Onları tapın deyir. Onlar utandıqlarına heç kimə əl açmazlar. Onları tapın, onlara verin deyir. İndi gələk o birisi tərəfinə. Əlbəttə ki, bunu kimsən qınamaq üçün söyləmirik. Allah heç kimi ailəsi ilə, övladı ilə, yəni bilirsiniz ki, deyir, övlad insanı dost, düşman qapısına aparar, misal var ha. Nə bilirsən, biz hüsn zənnlə yanaşırıq. Amma mütləq və mütləq bir müsəlmanın şəxsiyyəti olmalıdır. Ona görə bu hədisi söyləyirəm. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellem yanına, yəni ənsardan bir sahabə gəlir, əl açaraq dilənir. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur. Evində deyib bir şey yoxmu deyir. Bax, metoda baxın, Peyğəmbər metoduna. Allah Resulü sallallahu aleyhi ve sellem bizim üçün böyük bir örnəkdir. Evində deyib bir şey yoxmu deyir. Ya Resulullah deyir, bir həsir, bir də su qabımız var. Bax, adamın evində heç nə yoxdur. Heç nə yoxdur. Bir həsir var, namaz qalacağı, yatacağı. Bir də su qabı var bir dənə. Deyir, onları gətir bura. Və deyir, onları sat. Onları satandan sonra bir neçə dirhəm olur. Deyir, o dirhəmin yarısını gedin deyir, ailənə. Çörək al, yəni bir rızıq yiyəcək al. Birinə də get balta al. Hətta hədisdə deyir ki, bax bu da indi qısa olsun deyən söyləyirəm. Peyğəmbər Əfəndimiz sallallahu baltanın o taxtadan olan sapını özü düzəlir, verir. Gedindi bundan, odun qır. O adam gedir, odun qırır, nə qədər dirhəmlər qazanır. Gəlir, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, baxın, hədisdə, bu sənin üçün
üzündə dilənçilik ləkəsi olduğu halda yanımıza gəlməkdən daha yaxşıdır. Demək, Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellem bu da nə öyrətdi? Ey müsəlmanlar, işləyin yəni, çalışın. Bir müsəlman çalışqan olmalı. Bugün müsəlmanlarda tembellik de var, onu da size söyleyeyim. Bu yaxında bir qardaş vardı, mənə dedi ki, bir nəfər var. Qardaş dedi ki, gedək də orada bir iş verim, təşkil edim, getmir deyir. Əslində bax, biz hər zaman söylüyoruz ya bunu. İnsana, yəni halva o çörək verirlər, pul verir sənə. Onu öyrətməmək lazımdır. İnsana iş vermək lazımdır, özü işləsin, həyatda tutunmaq olsun. Bax, Resulullah Efendimiz metodu budur. O doğru bir şey deyil, ancaq elə ona verirsən, o adam tembel kimi yaşayır. Ondan olanda kim olacaq? Tembel olacaqdır. Yəni, bir ümmət tembel olmaz. Ümməti tembelləşdirməmək lazımdır. Ona bir iş sahibi olması vəsilə ol. Amma davamlı əlinə öyrədirsən bunu. Olmaz. O düzgün metod değildir müsəlmanlar. Qardaşlar. Geçsin, zəhmət çəksin, işləsin. Kimisi elmiyle, kimisi canıyla. Allah rızkını fərqli olarak insana verir. Ama insan çalışmalıdır. Bir müsəlman çalışkan olmalıdır. Hele ancaq gəlib səhərdən axşama kimi oturur. Hele mümin yoktur. İslamda hele mümin yoktur. Səhərdən axşama gəlib oturur. Tembel müsəlman olmaz. Bir müsəlman, bir ümmət inkişaf etməlidir. Hem elm olarak, hem cüzde olarak, madde olarak. Niye başka dünyanın markalarına ihtiyacımız olsun ki? Özümüz marka çıxardaq. Özümüz kəşf eləyək. Öz malımız olsun. Özümüz ixrac eləyək. Bir müsəlman güclü olacaq. Yoxsa əlini açmağa, vərdiş etdiyin insan, o toplum nə olacaq? Ona görə diqqətli olmalısın. Bir hədis şərifdə, Buxarda keçən bir hədisdə, əziz qardaşlar, könül xoşluğu ilə görevini yerinə yetirən görevli, Allah rızası üçün sədəqə verən kimsənin mükafatını alır. Bu hədisin mən nüzul səbəbinə, təfsirinə baxdım, yəni ümumi olaraq mütaliə elədik bu hədisi. Bu hədis nəyə aiddir, əziz qardaşlar? Bir işçi, düşünün ki, sənə bir görev verilmiş, sən bir işçisən, sənə bir yer əmanət olmuş. Nə deyir? Könül xoşluğu ilə, yəni təmiz, yəni heç bir hiylə qurmadan, mən vaxtım geçsin, maaşımı alım. O tip insanlara aiddir. Etməməsi lazımdır. Könül xoşluğu ilə görevini yerinə yetirən görevli, Allah rızası üçün sədəqə verən kimsənin mükafatını alır. Yəni, sənə bir görev verilmiş, əgər həqiqətən də sən könül, yəni təmizliyinlə, onu hiylə qurmadan, adamın misalsın ziyan vurmadan sənə əmanət edilmiş bu obyekt, sənə əmanət edilmiş bu mağazin, günümü keçsin, mən usta aylığımı alıram deyə adama ziyan vurarsan, sən vay sənin halına. Amma təmiz, halal dediyin qazanç, bax, o da halal, harama girir ha o da. Misalsın adama ətir tükanı vermişlər, ayda bu qədər maaş verirsə. Adam ancaq oturur orada, ancaq əlini alıb telefonla məşğuldur. Müştəri gəlir, bu misal olaraq verirəm, yəni bütün hər yerə misal vermək olar. Müştəri gəlir, heç belə umurunda deyil. Çünki niyə görə? Öz malı deyil, axı. Öz malı olsa, canla başdan nətər var, satış eləyər. Bax, bu uca xəyanətdir. Bu halal deyildir. Ona görə diqqətli olma lazımdır. Yəni, hər bir insan, müsəlman, öz vicdanına görə çalışmalıdır. Və nə deyir? Vicdanına görə hiylə qurmadan işləyən bir insan deyir. Bax, nə deyir Allah Resulü sallallahu aleyhi ve sellem? Deyir, onun sababı deyir, Allah rızası üçün sədəqə verən kimsənin mükafatı kim olar deyir. Hz. Peygamber sallallahu aleyhi ve sellem bir hadis-i şerifinden inşallah tamamlayaq əziz qardaşlar. 3 insan vardı ki, qiyamət günü mən onların düşman olacağım.
Bax, Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləm deyir ki, 3 insan var ki, mən onların düşmanı olacağam. 1 şey verib hilə edən. Yəni sənə verir, amma səni hilən eləyir. Görüm, yəni bir mənafiq güdür. Sənə nəsə verir, amma hiləsi var arxada. Zavallı insan. Allah hər şeyi görür, qardaş. Birinci. Allah nə deyir? Qiyamət günü mən onların düşmanı olacağım deyir. Verir, amma hilə ilə verir. Bu bir. İkinci, azad bir insana sataraq haqqını yiyən. Yəni bu qul dövrü məsələlərine gelir təbii ki, o əsrə. Üçüncü isə yenə bizə aiddir bu dövrə. Bir işçi tutub əmək haqqını ödəməyən kimsələr nə deyir? Qiyamət günü mən onların düşmanı olacağım. İndi bəzi mesajlar var burada, ondan bitirək. İnanın ki, o qədər qardaşlar gəlir, müzakirə edirik, mütaliə edirik, dərdini söylüyor. Buraxın, hələ mən cahillərdən işim yoxdur ha. Mən cahillərdən işim yoxdur. Cahil zaten cahildir. Müsəlmandır, orada işləyir. Adam ümrəyə gedə bilmir işçi. Niyə gedə bilmirsən? Deyir, müdürüm buraxmır, deyir. Namaz qılır ha müdürü. Ömründə bircə dəfə ümrə eləməyib bu adama. Deyir, ümrəyə, deyir, niyə getmədin ümrəyə? Deyir, müdürüm icazə vermədi. Zavallı. Sayı hesabı yoxdur ha. Yəni artıra gedir, amma işçilərinə zülm verir. Adamın nə xadnoyu var, nə istirahəti var. Bu nə cür müsəlmançılıqdır yəni? Sən hara yığırsan? Əlləzi cəmə'ə mələ və əddədə. Vaydir o cəm edənlərin halına. Hara yığırsan? Özü də alnını səzdəyə qoysan, yerə qoyursan. Hara yığırsan sən? Bu nə iş qurmaqdır yəni? Zülm verirsən sən əlinin altında işçilərə. O yazıq bədbaxtlar iş tapa bilmir da, ona görə sən məcburdur səndən işləyir. Bugünkü mövzumuzun əsas təməli qayəsi bu idi. Biraz emosional çıxış etdim. Allah özü günahımızdan bağışlasın, kusura baxmayın. Çünki ən yəni acınacaqlı bizi hissləndirən, bizi özümüzdən çıxardan burası oldu. Sonuncu cümlə. Adam namaz qılır, işçisinə əziyyət verir. Artıra gedir obyektləri. Amma bir dənə düzgün bir iş qurmur ki, bu əlinin altında işləyənlər qul deyil. Sən qulun deyil bunlar. Bunlara diqqətli olan qardaşlar. Hesab verəcəkdir o insanlar. Allah cümləmizi ölüm anı, sekaratul mevt dediğimiz o an gəlmədən ayılmağa nəsib eləsin. Allah hamımızdan razı olsun.